Bu baxımdan uşaq tərbiyəsində ailənin əhəmiyyəti, rolu, bu haqda nə deyə bilərdiniz, ağa müəllim? Əlbəttə ki, günümüzün, zəmanəmizin ən böyük məsələlərindən biri gələcəyimizin kültür daşıyıcılarını, gələcəyimizin o memarlarını, ədiblərini, gələcəyimizin o böyük insanlarını bugün ailələrdə yetişdiririk. Onu görüb ona uyğun addım atmamızdır. Bəli, bugün belə bir şey söyləyək ki, bizim məktəb dövlətin beyni sayılır, həmişə bu cümləni söyləyirik. Bütün övladlarımız sadəcə olaraq məktəbdə tərbiyə almaz. Ümumiyyətlə, tərbiyə verilmir. Tərbiyə olunur. Övlad tərbiyəni atadan götürür, anadan götürür. Bugünümüzdə isə övladların böyük bir qisminin əlində telefonları var. Siz düşünürsünüzmü? O uşaqlar gözlərini açandan bizə yad filmlərə, bizə yad eyni zamanda milli düşüncəmizə, milli təfəkkürümüzə aid olmayan senarilərlə baş-başa qaldı. O kiçik filmlər vardı, multifilmlər. O filmlərin içərisində dünyaya aid çox böyük zəhərlər tək-tək şuurlarına körpə vaxtlarından ötürüldü. Biz elə bildik ki, evdə övlad böyüdürük, telefonları onlara verməklə biz demirik ki, texnologiyadan uşaqlarımızı uzaq saxlayaq. Bu yanlış anlaşılmasın. Təbii ki, Həzrət Əleyhisselamın ifadəsi var, evladlarınızı çağa, zəmanəyə görə tərbiyə edin. Bu dövrün idrakına, təfəkkürünə uyğun övlad yetişdirmək istəyiriksə, texnologiya ilə bərabər olacaq. Lakin burada unutduğumuz bir şey var. Biz ora verdiyimiz, ayırmadığımız zaman içərisində o ekranlardan aldığı tərbiyə, təlimlər, təlimatlar, o yanlışlıqlar zaman-zaman özünü məktəbdə göstərdi, futbol oynayanda göstərdi, meydanda göstərdi, bir avtobusun içərisində göstərdi. Kimi də hərədə bir yer. O zəhər özünü ortaya qoydu. Odur ki, bugünün zəmanənin içərisində bir evladı əslində tərbiyələndirmək bir aslanın ağzından ovu alıb qutarmağa bənzəyir. Çox çətin və ağır bir dövrdə yaşayırıq. Ona görə təbii ki, yenə də ailə sirlərinin, o səadət sirlərinin ən böyüyü evdə ananın üzərinə düşür. Bu əsrlərdən bəri, ola bilsin bizim izləyicilərimiz fikirləşər ki, nə oldu yenə yük ananın üzərinə düşdü? Bu bizim istəyimizdən deyil, bizim sözümüzlə deyil. Ana evin ruhudur. Əslində tərbiyədən danışdığımız zaman evdə o qoruyucu mələkdən bəhs olunur. Çünki ananın o intellektual səviyyəsi, ananın Allaha olan bağlılığı, ananın böyük səbiri, ananın təmkini eyni zamanda buradan nüfuz edən, əslində burayla həyat məktəbimiz olan məktəb həyatında bizim evladımızın bir bağı var. Ata bəs kimdir? Ata əslində ailə gəmisinin kapitanıdır. O ailəni əslində bu gəmini dünyaya yox, ahirətə Allaha yönəldəcək. Deməli, burada tərbiyə iki böyük memarın əli ilə məktəbə yönəldilir. Mən bir cümlə söyləmək istərdim. Günümüzün etibarı ilə müəllimlərimiz toplumun künc daşlarıdır. Əgər Allah qorusun, müəllimdə bir əyri niyyət, əyri hədəf varsa, o uşaqda nöqtə olaraq, düşünün bir silahın o namusunda, 3 nöqtəsində millimetr əyrili varsa, hədəfdə kilometrlərlə uzaqlaşma var. Bugünkü evladlarımız var ki, bu evladların doğru yönəldilməsi üçün yaxşı pedaqoqlara ehtiyac var. Ola bilsin ki, bəzi uşaqlar özünü evdə yox, məktəbdə daha göstərir, daha fərqli göstərir. Rəsmlə göstərir. Məsələn, ola bilsin ki, uşaq var, müəllimin tapşırığını sinifdə yerinə yetirir, boş qaldığı müddət ərzində bir rəsm çəkir. Məsəl üçün verirəm. Müəllim yaxınlaşır ki, riyaziyyat dərsində, fizika dərsində uşaq rəsm çəkib. Anında şiddət göstərdiyi və hiddət göstərdiyinin əvəzinə o övladın başına bir tumor çəkir. Deyir, oğlum, maşallah sənin rəsm çəkmə qabiliyyətin də varmış. Sən necə yaradıcı bir gəncsən. Bəlkə bu şəkili evdə çəkib gətirərdim mən ona, gələn dəfə də baxardım. İnanın, ibtidai təhsil alan bir uşağın zehnində o bir işıq yandırır. Həm o uşağa onun nöqsanını, qüsurunu örtür və onun dünyasında yeni bir işıq yandırır. Odur ki, tərbiyə olunur sözü ona görədir ki, evimizdən, ailədən tutmuş məktəbə, məktəbdən də o üçbucaq məsələsi, uşaqlarımıza bir üçbucaq üsulu var. Biz bugün doğru, dürüst bir mütəfəkkiri görmək istəyiriksə, gələcəyimizin keçək böyük bir şəxsiyyətini yetişdirmək istəyiriksə, onun içərisində qəlbindəki iman işığını formalaşdırmalıyıq.
o uşaqlarımız zamanında Quranı tanımalıdır, yolu tanımalıdır, Rəbbi tanımalıdır. Tərbiyə sözünün kökündə Rəbbi tanıtmaq var. Sabah onlar ailə qurduqları zaman qarşısındakı xanımı gerçəkdən bir anasından aldığı tərbiyə ilə o xanıma elə baxsın. Bir xanım da evdə atasına baxdığı bir bəy kimi həyat yoldaşına elə böyük baxsın. Bu böyük baxış bizi qurtaracaq.